Herkese salam dostlar. Bugün sizinle hileli Free Fire, yani hileli Pro server. Buradan YouTube'a girip Huawei ve Redmi için Pro server yazında bu videoya girin. Bu videoda şehre yerine girin. Şehre yerinde bu birinci linke girin. Sonra birinci linke dokunun. Sizi böyle sayt açıp bunu yeniden yükleyene basırıq. Yüklenir. Ben bu videonu daxil edeyim artık. Sonra buradan ikinci link. Ki bu. Buradan bunu da indiririk. Bunu herhalde indiririk. Ondan sonra buradan çıxırıq. Ben videonu özüm tezləşdirdim. Play Market'e giririk. Play Market'te Siziku yazır. Yani Siziku yazırıq. Dostlar, yani onu da deyim ki, Free Fire silməli olasınız. Free Fire Max yükləyin, öz hesabınızı ora keçirdin. Yəni bu Free Fire silməli. Sonra buraya endirimlər yerinə girib bunlara şey dedik, Chrome'den. Bunları quraşdırırıq. Yəni öz hesabınızı Free Fire silib Free Fire Max yükləyin, öz hesabınızı ora keçirdin. Çünki bu lazım oldu. Sonra Free Fire yükləyirik. Öz hesabınızı Free Fire Max'a keçirin. Yəni burada hiləli olacaq. Buraya hiləli hesab götürəcək. Yəni bu Free Fire'daki Play Market'dən yükləməyin ha. Yəni mən orada videoda göstərmişəm. Google'dan girin. Play Market'dən yükləsəz ban yer. Neyse, oyun açılsın. Ben bir de yani Free Fire Max oynayıram. Mesela son Free Fire Max'a keçmişəm. Burada da şey hiləli hesabdır. Yəni sadə Free Fire'dır. Bunu icazə verir. Buradan misafir olarak girəm. İstəsəz Facebook ya da Google ilə girə bilərsiniz. Amma öz hesabınızı eləməyin. Buna icazə verin. Öz hesabınızı eləməyin. Öz hesabınızı eləsəz yəni ban yeyirsiniz. Misafir hesabı, bot hesabını eləyin. Ben qabaqcadan yəni bir bot hesabı atmışdım. İndi girək profiline. Profilə girdikdən sonra bunun ID'sini kopyalıyorum. ID'si çox lazım değil. Sonra oyundan çıxırıq. Yəni çox biraz çətindir, amma yəni elədikcə ölkəsiniz. Buradan giririk ayarlara, telefon haqqında giririk. Buradan o sürümü var. O sürümünə toxunuruq. Çoxu bir neçə dəfə. Sonra aşağıda ek ayarlar var. Geliştirici seçimlər. Sizdə tərtibatlı seçimlər olacaq. Məndə türk dilləri. Burada USB hata ayıqlaması, güvənlik ayarları. Siz bunu Azərbaycan dilində görərsiniz. Bunlara icazə veririk. Sonraki kabiliyyət. Sonra bunun üstünde USB üzerinden yükle. Buna da açırıq. Bu sizde olmazsa hesap sizden isteyecek. Kablosuz hata ayıqlama. Bunlara icazə veririk. Sonra buradan çıxırıq. Sonra sizi yükləyirik. Buranın başlata basırıq. Olmadı. Təzədən çıxırıq. Görməsi istəyir. Eleştiriyor'a basarıq. Eleştirmək. Sonra buradan eşleşmək. Onlara icazə veririk. Onlara icazə verdikdən sonra təzədən ayarlara giririk. Kablosuz hata ayıqlama. Buradan eşleşme kodu ilə cihaz eşlə. Kodu buradan yazırıq. Eşleşme kodunu göndərdik. Sonra buradan çıxırıq. Buradan başlata təzədən basırıq. Uca hazırdır. Sonra yetkiləşdirməyə bununla da aktiv edirik. Kibonu icazə veririk. Sonra kiboya giririk. Kiboda buna icazə veririk. Burada biraz gözləyirik. Tamama basırıq. Sonra buradan çıxırıq. Gördüğünüz kimi dostlar, hamısı yaşıl oldu. Buradan güncəllə deyir. Bunu güncəlləyirik. Yəni sizdə də olmaya bilər. Məndə istəyir. Bunu güncəllətib bitdi. Start Fighting'ə basırıq. Biraz gözləyirik. Hiləni qurur. Dostlar, sizdən Discord da istəyəcək. Discord'dan hesab açmalısınız. Discord'dan hesab açmalısınız ki, siz bu mən dediyim yer var. Orada onu keçə bilərsiniz. Mən burada çəkə bilmədim onu. With vasitəyə basırıq. Qırmızı renkdə aşağıda. Bax bura. Buradan sizə Discord hesabı istəyəcək. Burada sizə belə olmayacaq. Mən Discord'dan keçmişim görə onu çəkə bilmədim. Saveyə basırıq. Buradan reklamator bizi eləmək ki, bu Saveyə basaq. Saveyə bastıq. Saveyə bastıq. İndi 1 saat 59 dəqiqə. Yəni Free Fire'a girə bilməsəz, ora girin, onu təzədən basın, sonra Free Fire'a girəsiniz. Gördünüz dostlar, mənə belə şeylər gəlsə də gələcək. Əgər 1 saat keçəndən sonra təzədən məsələn with vasitəyə giririk, qırmızı renkdə olana.
Ondan sonra buradan bunları edirik. Elə ki icazə kodu istəyirik də. İcazə kodunu bunu hər dəfə eləməliyik, hər gün eləməliyik. Yəni bu hesaba girmək istəyiriksə bunu hər gün eləməliyik. Savaya bastıq təzədən. Mən bunu tezləşdirmişəm. Buradan bunu çıxırıq, sildik. Bunu yaddaşdan sildik. Sonra təzədən free file giririk. Free file giririk. Biraz dostlar video çətinlidir. Mən yenə də bunu kəsdim, düzəltdim, vurdum. Bir fayla girdik. Dostlar, yəni ağ bağlantı hatası sizə deyəcək, çünki bu başqa serverdə. Dostlar, gördüyünüz kimi 999 burada görünmür, biraz balacadır. Amma yəni hiləyə də keçdik. Paltar azadlar, hamısı yəni bağlıdır, yükləmək istəyir. Sağ olun, salam.